Azərbaycan Kinematografçular İttifaqının çoxsaylı layihələrindən biri olan film nümayişləri təkcə yerli filmləri deyil, eləcə də xarici filmləri, xüsusilə dünya klassik kinosunu əhatə edir. Aprelin 15-də Cinemastercard Azərbaycan Kinoteatrında Azərbaycan Kinematografçular İttifaqı, Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Kino Günləri start götürdü. İlk günün nümayiş proqramına rejissor René Clément'ın 1964-cü ildə çəkdiyi Pişiklər filmi daxil edilmişdi. Nümayişdən öncə kinoşünas Sevda Sultanova qonaqları salamladı. Yenə bir ay boyunca hər həftənin ikinci günü 4 fransız filmi nümayiş etdirəcək. Daha sonra Sevda Sultanova Fransanın Azərbaycandakı səfiri xanım Anne Bayonu, Azərbaycan Fransız İnstitutunun direktoru Charles Döniyeni və Azərbaycan Kinematografçular İttifaqının katibi, kinorejissor Alek Səfərəliyevi səhnəyə dəvət etdi. Xanım Clément və Turanə xanım, zəhmət olmasa. Sağ olun. Salam aleyküm, aziz dostlar. Axşamınız xeyir dostlar. İcazənizlə mən fransız dilində bir neçə kəlmə söz demək istərdim. Hər birinizə iştirak üçün təşəkkür edirəm. Fransız kinosuna olan diqqətiniz üçün, marağınız üçün təşəkkür edirəm. Xüsusi olaraq da Azərbaycan Kinematografçular İttifaqına da öz təşəkkürlərimi bildirirəm və hər birinizə gözəl bir film nümayişi arzu edirəm. Sağ olun. Sonra söz Azərbaycan Kinematografçular İttifaqının katibi Alek Səfərəliyevə verildi. Bu kino sade kino değil. René Clément böyük rejissordur. Alain Delon bu kinoda iki Amerika ulduzu bir yerde çekilir, Albright'la ve Jane Fonda. Çok maraqlıdır ki Jane Fonda Avrupa'ya gelip ona göre ki o diye öz kitabında yazır ki ben Avrupa'ya geldim ki atamın kölgesinden çıkım. Daha sonra nümayiş başlandı. Kartların, tenis raketlərinin və avtomobillərin manipulyatoru Mark Morel Amerika Birləşmiş Ştatlarında olarkən varlı Amerikalı qangsterin həyat yoldaşı McKinglə münasibətə başlayır. O, Fransaya qayıdır və onun izində artıq başını müdirə çatdırmalı olan qatillər var. Onu Monte Carlo'da bir oteldə yaxalayaraq Aralıq dənizinin boş, kimsəsiz sahillərinə aparırlar. Mark avtomobili oğurlayıb uçurumdan aşağı salaraq qaçmağı bacarır. Paltarları cırılmış, üz-gözü göyərmiş halda avtostopla ən yaxın şəhərə gedir və kilsə sığınacağında evsizlərin arasında gizlənir. Filmdə baş rolları Alain Delon, Jane Fonda və Lola Albright çəkiliblər. Vous ne savez pas faire un lit que vous attend après à l'armée. Casser les cailloux. Qeyd edək ki, film 1964-cü ilin iyununda Parisdə kinoteatrların daha az izdihamlı olduğu və bəzilərinin hətta bağlandığı vaxtlarda nümayiş olunub. Bununla belə Pişiklər indiyə qədər ən yüksək reytinglərdən birinə sahib olan filmlərdən biri kimi qalmaqdadır. Nümayişdən sonra müzakirələr başlandı. Bu bir ikona idi. Onun sadəcə bir xarici görünüşü onu artıq ekrana yaraşdırırdı. Yəni o hazır, siz çox düzgün qeyd edirsiniz, hazır bir alət idi. Belmondo'dan fərqli olaraq Belmondo biraz, onu bilmirəm, Azərbaycan o sözün qarşılığı nədir? Rusca ona gibki deyirlər, İngiliscə ona flexible, yəni çeviklik. Yəni Belmondo teatrda oynayırdı, sonra filan komediyada oynayırdı, amma Alain Delon sadəcə hazır alət idi, onu götürürdülər. Yəni bu insan sevgili roludur da bunda. Yəni René Clément'ın 3 il, 4 il əvvəl çəkdiyi o Parlaq Günəş altında kimi Ripley rolunda çəkdiyi filmində də eyni qəlibdədir. Oradan götürüb sadəcə bura qoyub. Rejissorun təbii ki, bir mənalı şəkildə o xüsusi zövqü olmalıdır, estetikası var. Və fikir verin, bir çox istedadlı rejissorlar heç vaxt yaxşı aktyor ola bilmir. Və yaxud da o ancaq ikinci planda aktyor olur və yaxud qısa belə demək mümkünsə episodik rollarda. Bizdə də bunu Rıza Tahməsibi vurğulamaq olar və Rasim Ocaqov vurğulamaq olar. İkisi də möhtəşəmdir rejissor kimi. Bu film elə filmdir ki, burada aktyorların seçimi, aktyorların kim olması olduqca önəmlidir. Çünki düşünürəm ki, o rollara fərqli insanlar seçilsəydi, onlar süjeti elə davam etdirə bilməyəcəkdilər. Yəni, müəyyən yerlərdə kino və süjet və kinonun axarı məhz
aktyorların şəxsi xarizması və estetikasının üzərində qurulur. Yəni misal üçün deyək də, əgər eyni sözləri Alain Delon'un dediyi ki, fərzdə mən desəydim, yəqin ki, kadrda o eyni təsir heç verməyəcəkdim, nə qədər yaxşı danışa bilsən də deyək ki. Və mənim üçün ümumiyyətlə filmdə əsas dönüş nöqtəsi o oldu ki, kino bəlkə də öz axarı ilə belə gedib bitəcəkdi və heç nə də baş verməyəcəkdi, amma Vincent hamının içi özü daxil olmaqla hamının sonunu gətirir, çıxarır. Çünki Matildanın sualına cavab verir ki, sənin ondan fərqin odur ki, o qov gətirdi, yəni istədiyini eləyir, nə istədiyini bilir və onun ardınca düşür. Sən isə elə deyilsən. Qeyd edək ki, aprelin 22-sində rejissorlar Mathieu Delaporte və Alexander Delapatelier'in ekranlaşdırdığı Graf Monte Cristo filmi nümayiş olunacaq. Aprelin 29-da rejissor Louis Mal'ın Əlvida Uşaqlar, mayın 6-sında isə rejissor Georges Franju'nun ekranlaşdırdığı Simasız Gözlər tam metrajlı bədii filmləri tamaşaçılara təqdim ediləcək.